Rəbbin evladları, sevimliləri. Hər zaman bu sözü öz həyatınızda iqrar eləyin. Mən Rəbbin sevimli evladıyam. Mən Rəbbə məxsusam, mən onunkiyəm və başqa heç kəs mənim üzərimdə heç bir səlahiyyəti yoxdur. Çünki mən buna izin vermirəm. Min şükürlər olsun həqiqətən də Rəbbin varlığına, min şükürlər olsun həqiqətən də Rəbbin bizim həyatımızda olan o gözəlliyinə, o varlığına. Min şükürlər olsun. Halleluya ya Rəbbim, halleluya. Qoy sənin xeyir duaların, qoy sənin məhəbbətin, qoy sənin o varlığın, var olmağın, sənin El-Şaday olmağın, sənin İrre olmağın hər bir üzvün üzərində bərqərar olsun ya Rəbbim. Qoy sənin müqəddəs qanun onların üzərində, ailələrin üzərində, həyatın hər bir sahəsində bərqərar olsun ki, onlar həqiqətdə sözlə deyil, onlar həqiqətdə öz yaşam tərzləri ilə, öz iqrarı ilə bunu anlasınlar və məhz bu cürlə yaşasınlar. Artıq sənin səltənətində yaşadıqları kimi yaşasınlar. Özlərini sənə tamamilə məxsus edərək, tamamilə sənin sözündə, kəlamında yaşaya bilsinlər, sənin ruhunda yaşaya bilsinlər. Mən belə bir vəzə qulaq asırdım və həqiqətən də biz çoxumuz məhz burada yıxılırıq. Bu qorxu ruhudur. Bilirsiniz, qorxu ruhu çox, çünki o iblisdən gələn bir şey olduğu üçün biz bilirik ki, bəzən çox üzr istəyirəm, bir şey qoyub bir şey haqqında demək istəyərdim. Bəzən kinolarda, nə bilim, multiklərdə bizə iblisi bir, məsələn, buynuzu olan, quyruğu olan bir məxluq kimi bizə göstərirlər. Qorxulu olan, belə. Amma əslində iblis Rəbb tərəfindən yarananda o iblis kimi yaranmamışdı. Biz bilirik ki, o bir mələk olaraq yaranmışdı və o mələk kamil idi. O mələk kamil olduğu üçün o Rəbbə meydan oxumağa başladı və o mələk nur mələyi kimi də bir başqa yerdə adlandırılır. Ona görə düşünməyin ki, iblis bizə qorxulu bir məxluq kimi bizə, yəni ki, bizim həyatımıza gəlir. Xeyr, o gözəl bir insan cildində də gələ bilər, amma ürəyində bir pis motivləri olan, o yaxşı bir fürsət kimi də sənin həyatına gələ bilər. Amma bu demək deyil ki, işte o sənə yaxşılıq gətirəcəkdir. Ona görə biz iblisin tələlərini tanımaq üçün gərək biz ən öncə Rəbbi tanıyaq. Kimə məxsus olduğumuzu tanıyaq. Rəbdə kim olduğumuzu tanıyaq. Və inanın, biz heç vaxtı iblisin tələsinə düşməyəcəyik. Və belə bir məruzə qulaq asırdım və burada bu məruzədə qorxu ruhundan danışırdı və bir daha qeyd edeyim ki, biz bilirik ki, qorxu bu iblisdən gələn bir şeydir və bəzən qorxu elə forma alır ki, biz onu bir qorxu olaraq deyil, biz onu bir qanun kimi qəbul eləyə bilirik, qayda kimi qəbul eləyə bilirik, kiməsə hörmət kimi qəbul eləyirik. Yəni ki, iblis bu qorxunu o qədər valizə eləyib, yəni ki, o qədər gözəlləşdirib bizim həyatımıza gətirə bilir ki, biz onu bəhbəhlə qəbul eləyirik və məhz bu qorxu ilə ömür boyu yaşayırıq. Nümunə olaraq, baxın, mən kəlamdan gətirəcəm. Bəlkə dediyim bu sözləri kiməsə aydın olmayacaq. İsa Məsih də hər zaman bizə nümunələr gətirərək bizə daha yaxşı başa salırdı. Mən dua edirəm ki, qoy Rəbb mənə o bilik ruhunu versin. Qoy Rəbb mənim dilimi, dodağımı məst eləsin ki, mən sizə çatdırmaq istədiyim bir şeyi düzgün olaraq çatdırım və siz bunu həqiqətdə qavraya biləsiniz ki, işte o bəzən qorxu bizim həyatımıza necə gəlir və biz bəzən özümüz onun üçün qapıları açırıq. Baxın, biz bilirik ki, işte o Rəbb bizə cəsarət ruhu veribdir, məhəbbət ruhu veribdir, güc ruhu veribdir və biz bilirik ki, məhəbbət Rəbbin özüdür və
o bizim içimizdə yaşadıqda bunlar bizim içimizdən bir axar su kimi axmağa başlayır. Və bir nümunə olaraq kəlamla paylaşmaq istəyərdim. Bu Yeşuya 1:9-dandır. Yeşuya Hun oğlu Yeşuyadan gedir bu. Yəni ki, bu Musa dövründən gedir. Sənə möhkəm və cəsarətli olmağı əmr edən mən deyiləmmi? Rəbb deyir bunu Yeşuyaya. Qorxma və ruhdan düşmə. Çünki Allahın Rəbb gedəcəyin hər yerdə səninlədir. Görürsünüz, birinci Rəbbin dediyi söz. Qorxma. Çünki Rəbb bilir ki, bəzən insanlar qorxuya düşdükdə onların bütün həyatları alt-üst olur. Onlar xəstəliklərə düçar ola bilirlər. Onlar o qorxu nəticəsində bir çox şeylərdən imtina eləyə bilirlər. Qorxu nəticəsində Rəbbin onlara hazırladığı həyatdan belə imtina eləyə bilirlər. Və ona görə Rəbb deyir ki, baxın, birinci bu o zaman Rəbb Yeşuyaya deyir ki, ha vaxt ki Musa qalxmışdı dağ üzərinə və bütün Yahudi xalqını, yəni ki, onun önündə duran bu Hun oğlu Yeşuya idi. Və görün, ən birinci lidera deyildiyi bir söz. Lider, hansı ki, o xalqını aparacaq, hansı ki, Rəbb onu o xalqın üzərində bir başçı olaraq seçdi. Onu aparan, necə deyərlər, birinci o addımları atan kimi. Baxın, Yeşuyanın dalınca bütün İsrail xalqı gedirdi və birinci söz, Rəbbin ona dediyi birinci nəsihət oldu ki, qorxma və ruhdan düşmə. Çünki ən birinci, inanın, bəzən iblis bizə hücum elədikdə biz daha da güclənməyə başlayırıq, daha da çox dua eləməyə, oruç tutmağa başlayırıq. İblis görür ki, o bizi bu yerdən vura bilmir. Və o başlayır bir başqa yerdən bizi vurmağa, bizi zəiflətməyə və bizim həyatımızda qorxunu başlayır yavaş-yavaş yeritməyə. Sonra ruh düşkünlüyünü yeritməyə və bununla, inanın, tamamilə sizi Rəbb aparmaq istədiyi bir yerdən, bir yoldan tamamilə bir başqa yerə yönəldə bilir. Bəlkə, inanın, siz elə bir möhtəşəm şeylər üçün hazırlanmışdınız Rəbb tərəfindən. Amma siz iblisin tələsinə düşdüyünüzə görə, qorxu və ruh düşkünlüyünə düşdüyünüzə görə siz Rəbbin sizə verdiyi missiyadan tamamilə ayrı düşdünüz. Və bu, düşünməyin ki, bu Rəbbin elə bir ki, sizə gələn bir bəlasıdır, yoxsa xeyr, bunu biz seçdik. Biz qorxmağa seçdik. Biz o qorxunun üzərində qalib olmaq istəmədiyimiz üçün bu bizim həyatımıza gəldi. Çünki qorxu o bir ruhdur. Yəni ki, iblisdən gələn ruhdur. Və biz hər zaman o ruhun üzərində qalib gəlməyi bacarmalıyıq. Çünki bu səlahiyyət bizə verilib. Sonra biz bilirik ki, İsrail övladlarına verəcəyin Kənan torpağına nəzər salmaqdan ötəri bu yəni ki, Musa dövründə idi. Biz bilirik ki, Musa Fironun əlindən İsrail xalqı qaçdıqda onlar 40 il səhrada idilər. Çünki çox deyingən, çox düzgün olmayan bir şeylərə əl atırdılar və Rəbb onlara, yəni ki, söz vermişdi ki, onlar Kənan torpağına gedəcəklər. Harda ki, bal və süd axır. Harda ki, xeyir dualarla artıq dolu bir yer onlar üçün hazır idi. Və bunun üçün biz bilirik ki, baxın, kəlam da deyir, İsrail övladlarına verəcəyin Kənan torpağına nəzər salmağa adamlar göndər. Atalarının
hər qəbiləsindən bir rəhbər göndər. Bir rəhbər göndər. Baxın, mən bunu vurğulayıram ki, sonra bunun üzərində açıqlamasını eləyim. Görün, rəhbər göndərilməli idi. Rəhbər, yəni ki, hər bir qəbilədən rəhbər göndərilməli idi. Musa Rəbbin əmrinə görə Paran səhrasından onları göndərdi. Hamısı İsrail övladlarının başçılarından idi. Onlar yola düşdülər və Zin səhrasından Xamat keçidindən Rexova qədər ölkəni nəzərdən keçirdilər. Bunları niyə qeyd elədim? Baxın, rəhbərlər, onlar qəbilənin rəhbəri idilər. İsrail xalqında rəhbər gözəlliyə görə seçilmirdi. Rəhbər onun ağlına görə, onun düşüncə tərzinə görə, onun gücünə görə, onun çevik olmağına görə, onun müdrik olmağına görə seçilirdilər. Və bu cürlə insanlar hər bir qəbilədən seçilib, biz bilirik ki, 12 insan seçildi, 12 qəbilədən və onlar göndərildi ki, məhz Rəbb onlara vermək istədiyi torpağa bir nəzər salsınlar. Və təsəvvür eləyirsiniz, qolu güclü, müdrik, ağıllı, özünə güvənən, öz gücünə güvənən 12 nəfər getdilər Kənan torpağına baxmağa. Və qayıtdıqda onlar görün Musaya nə deyirlər. Musaya belə izah edərək dedilər, bizim göndərdiyin ölkəyə çatdıq. Həqiqətən də orada süd və bal axır. Budur o torpağın meyvələri. Hətta meyvələrini belə gətirdilər. Amma lakin orada yaşayan xalq çox güclüdür. Halif Musanın önündə cəmaatı sakitləşdirib dedi, gedib oranı ələ keçirək. Çünki biz mütləq onların öhdəsindən gələrik. Amma onunla gedən adamlar isə dedilər, onlar bizdən daha güclüdür. Oradan nəhəng adamların nəslindən olan böyük adamlar var. Onların yanında özümüzü çəyirtkə boyda hiss edirdik. Onlara da elə göründük. İndi təsəvvür eləyirsinizmi? Bu, yəni ki, qəbilədən seçilən ən güclü insanlarıdır. Müdrik, ağıllı 12 nəfəridir. Yəni ki, bütün qəbilə bu insanlara güvənirdi. Onların qol gücünə güvənirdi, onların ağlına güvənirdi. Amma onlar sadəcə gördüyündən qorxdular. Onlar bilmədilər. Yəni ki, onlar düşünmədilər ki, Rəbb bizi bura göndərirsə, Rəbb bizə onlara qalib gəlmək üçün güc də verəcək, ağıl da verəcək, müdriklük də verəcək. Amma onlar gözü gördüyündən qorxdular. Bəzən eyni şeylər bizim həyatımızda da baş verir. Və biz gözümüzlə gördüyümüzdən o qədər qorxuruq ki, və özümüzü bir ömür boyu o qorxu zindanında saxlayaraq önünə addım atmırıq. Və ömür boyu bir yerdə necə durmuşduqsa, elə də dururuq. Heç nə etməyərək. Baxın, mən hər zaman, hər dəfə də deyirəm ki, mən vəz etdikdə və yaxud nəyisə paylaşmaq istədikdə, ən öncədə mən özümü deyirəm. İnanın, mənim çox bir uzun müddət qorxum var idi və mən aləmə, mən məsihçi olduğumu deməyə qorxurdum. Qorxurdum ki, onlar necə reaksiya verəcəklər, onlar nə edəcəklər, onlar necə olacaqlar. Birdən birinin ürəyi gedər, biri məndən imtina eləyər, biri məni ad gününə çağırmaz. İnanın, bu qorxu o qədər məni sıxırdı ki, mən Rəbdə addım ata bilmirdim. Və o qorxu məni bir çox şeylərdən məhrum elədi. Və mən bunu, inanın, yaş ötdükcə mən bunu daha yaxşı başa düşməyə başlayıram. Baxın, iblis bizə nəsə göstərdi. O sadəcə göstərdi. O hələ sənə heç nə eləmədi.
O sənə qarşı əl uzatmadı. O sənin həyatının heç bir sayəsini dəyişmədi. Heç kəs sənə söz demədi. Sən sadəcə nəsə gördün və sən başlayırsan o gördüyün əsnasında elə ağla sığmaz bir şeylər uyduraraq özümüzdə biz özümüzü baxın o qorxu həbsxanasına salırıq ki, bir də oradan çıxmağa bizə o qədər çətin olur. Çünki biz özümüz öz qorxumuza qalib gələ bilmirik. Və o qorxu, inanın, yaş getdikcə, ömrün getdikcə o qədər sənin həyatında möhkəmlənir. Sənin həyatının hər bir sahəsinə kök atır ki, inanın, qorxu elə bir insanın həyatın bir sahələrinə girə bilir ki, o bəlkə gülünc görsənə bilər, amma insanlar bir ömür boyu o qorxu altında yaşayaraq Rəbbə qarşı hərəkət eləyə bilmirlər. Təsəvvür eləyirsiniz, qorxu necə insanı sıxışdıraraq o qədər balacalaşdırır, o qədər cığızlaşdırır ki, insanın artıq düşüncə tərzi belə sıfıra bərabərləşir. Mən elə imamları tanıyıram ki, onlar Rəbbə məhəbbətdən deyil, qorxudan yanaşırlar. Qorxu hissindən yanaşırlar. Mən dua eləməsəm, Rəbb məni sevməyəcək. Mən gedib kiməsə məruzə eləməsəm, Rəbb məndən imtina eləyəcək. Və bu qorxu altında onlar gedib vəzi eləyirlər və inanın, heç bir bəhrə də əldə eləmirlər. Çünki onlar düzgün prizmadan Rəbbə yanaşmırlar. Baxın, uzağa getməyək. Davud körpə bir uşaq idi. 14-15 yaşında idi Davud. Nə vaxt ki, o Qaliafla üzbəüz qalmışdı. Bir dənə özünüzə təsəvvür eləyin, səhnədir. Döyüş yeridir. Orada döyüşə gedənlər o vaxtı, bilirsiniz, onların əsas geyimi vardı. Onlar döyüş üçün hazır bir döyüşçülər idi. Onlar elə belə kimisə oradan buradan tutub döyüşə göndərmirdilər. Onlar особо bu döyüş üçün trenirovkalara gedirdilər. Onlar yəni ki, bunun üçün öyrənirdilər. İllər boyu bu səviyyədə iş görürdülər. Qılıncı necə qaldırmaq lazımdır, nə bilim, onu, bunu, hər şeyi. Və təsəvvür eləyirsiniz, nə var? Qaliaf onlardan biraz hündür olduğuna görə, biraz canlı olduğuna görə onlar, Kəlam deyir ki, onlar tir-tir onun qabağında əsirdilər. Amma 14-15 yaşında uşaq özü onun üzərinə qaçaraq ona deyirdi ki, sən kimsən? Sən Rəbbin xalqına söz deyirsən. Çünki onun içində qorxu yox idi. O imkan vermirdi ki, o qorxu onun içində kök salsın. O imkan vermirdi ki, o qorxu onu zindana salsın. Və o bilirdi ki, Rəbblə o hər şeyə qadirdir. Baxın, bütün Bibliya bu haqda danışır. Bibliyada qorxu haqqında bəlkə 300-dən çox Rəbb hər dəfədə deyir, qorxma, qorxma, qorxma. Çünki Rəbb bilir, qorxu sizin həyatınızda törətdiyi fəsadları bəlkə başqa bir mındar ruhlar törədə bilmir. Bəzən qorxu bizi elə bir çərçivələrə salır ki, biz o çərçivələrdən bir ömür boyu azad ola bilmirik. Və bu çərçivələrin içərisinə ailəmizin bütün üzvlərini salırıq və bütün nəslimizi o qorxu içində böyüdərək, o qorxu ruhuna necə tabe elətdiririk. Burada görün, onlar hələ heç nə görməyiblər. Baxın, gəliblər, bu 12 nəfər gediblər, baxıblar Kənan torpağına, təzədən qayıdıblar. 10 nəfər deyib ki, yox, orada biz onlara qalib ola bilməyəcəyik. Sadəcə bu sözdür sadəcə. Hərəkət deyil, onlar gözlə, yəni ki, bu İsrail xalqı bunları heç nəyi görmüb. Sadəcə bu 12 nəfər görüb. Və bu 12 nəfərdən 2 nəfər
Deyir ki, biz qalib gələ bilərik. Çünki biz Rəbbin nəslindənik, biz Rəbbin evladlarıq. Rəbb bizim arxamızda dayanıb. 10 nəfərsə deyir, yox, biz qorxuruq. Və təsəvvür eləyirsiniz, o qorxu necə pis şeydir? Bütün İsrail xalqı, onların o qorxusuna onlar da düşər oldular. Baxın, buna sübut olaraq, bütün icma uca səslə fəryad qopardaraq gecə boyu ağladı. İsrail övladları Musaya və Haruna qarşı deyindilər. Bütün icma onlara dedi, kaş Misir torpağında ya da bu səhrada ölərdik. Nə üçün Rəbb bizi bu torpağa aparır? Nəyi biz qılıncla qırılırıq? Arvadlarımız, uşaqlarımız əsir olacaqlar. Misirə qayıdaq, bizim üçün daha yaxşı olar. Siz təsəvvür eləyirsiniz, bu 10 nəfər sözlə bu bütün İsrail xalqı, təsəvvür edirsiniz, orada 2 milyon, 3 milyona yaxın insan var. Bu 10 nəfərin sözünə görə bu 2 milyon, 3 milyon insan qorxu içinə düşdü. Və gecə gündüz ağlamağa başladılar. Musaya və Haruna qarşı durdular. Onları öldürmək istədilər. Rəbbə üsyan elədilər. Görün, iblis onları necə bir çərçəvəyə saldı, necə onları bu köləlik zindanına saldı və onlar görmədiyi hələ bir şeyə öz fantaziyalarla o qədər düzgün olmayan bir şeylərə qarşı gedir. Arvadlarımızı kimsə götürəcək, ailələrimizi kimsə əsir götürəcək, bəlkə götürməyəcək. Görürsünüz, qorxu insanı o saat pis şeyləri vadar eləməyə başlayır. Və insan heç vaxtı yaxşılığa doğru düşünməyə başlamır. Pis şeyləri öz həyatına iqrar eləməyə başlayır. Və görün, onlar deyirlər ki, kaş elə biz burada ölərdik. Nahaq biz Misirdən çıxdıq. Gərək biz Misirə qayıdaq, gedək orada kölə olaq, gedək orada. Elə sən kölə olursan, lütfü Rəbb göndərdiyi yerdə bir kölə ol da. Sən niyə düşmənin əlində kölə olursan? Rəbbin göndərdiyi yerdə kölə ol. Görün, düşüncə o qədər sıfırlaşır, düşüncə tərzi o qədər aşağı enir. Çünki qorxu bizi başlayır sıxışdıraraq çərçəvələrə salmağa. Gəlin bu qorxu ruhlarından azad olaq. Biz qalib Rəbbin qalib evladlarıyıq. Rəbb heç vaxtı bizim qalib olmadığımız yerə bizi göndərməz. Rəbb bizi hansısa bir sahəyə göndərirsə, mütləq o sahə üçün bizə hər bir şeyi verəcəkdir. Müdriklük də verəcəkdir, güc də verəcəkdir. O sahəni biz qaza bilmək üçün lapatka da verəcəkdir. Nə bilim, o sahəni əkmək üçün bizə əlimizə tum da verəcəkdir, bəhrə də verəcəkdir, su da verəcəkdir. İnanın, Rəbb heç vaxtı öz evladını oda atmaz. Rəbb heç vaxtı biz bəhrə gətirə bilməyəcəyimiz bir yerə göndərməz. O hər zaman bizi harasa göndərirsə, mütləq ki, onun üçün hər bir şeyi bizi artıq hazırlayıb bizim üçün verir. Baxın, adicə müharibə zamanı heç kəs elə belə öz qoşununu silahsız, sursatsız, yiyəcək bir şeylərsiz, susuz göndərmir. Bir əskər bir yerə göndərildikdə hər şeylə təmin olunaraq göndərilir. Eynən də Rəbb bizi bir yerə göndərdikdə hər şeylə bizi təmin eləyərək ora göndərir. Ona görə də mən dua eləyirəm ki, və Rəbbin mənə verdiyi səlahiyyət üzərində duraraq
İsa Məsihin qanını hər birimizin üzərinə bəyan eləyirəm və o qorxu ruhunu sizin həyatınızda lənətləyirəm və o qorxu ruhunu sizin üzərinizdən tamamilə darmadağın eləyirəm. Həyatının hansı sahəsi olursa olsun, fərq eləməz. Amma əsas odur ki, biz hər zaman Rəbbə güvənə bilək. Hər zaman Rəbbə inana bilək. Rəbbə əlimizi uzada bilək. Gördüyümüz bizi qorxutsa da, eşitdiyimiz bizi qorxuya salsa da, heç vaxtı o qorxu ruhuna ürəyimizin qapısını açmayaq. Hər zaman o qorxu ruhu üçün ürəyimizin qapısını bağlayaq və Rəbbə ümid bağlayaraq, Rəbbə bel bağlayaraq addım ataq. İnanın, biz yıxılsaq belə, Rəbb bizi o yerdən qaldıracaqdır. Heç vaxt düşünməyin ki, mən bunu eləyirəm, mən mütləq bunu qazanmalıyam. Bəzən qazanmaya da bilirik. Amma ki, yenə də qorxuya düşüb, o şeylərdən imtina eləməyək. Onu qazanana qədər ayaq döyək. Bir dəfə dua elədim, bir dəfə oruç tutdum, alınmadı. Qorxmayaq ki, gələn səfərdə bu cür nə olacaqdır. O qalibiyyəti əldə eləyənə qədər ayaq döyün, dua eləyin, oruç tutun. Rəbbin qapısını döyün, Rəbb o qapını açana qədər. İmkan verməyin ki, sizi qorxu çərçivələrə salaraq, sizi zindana salaraq Rəbdən uzaqlaşdırsın. Rəbbin sizi üçün hazırladığı bir missiyadan o qorxu ruhu sizi uzaqlaşdırsın. Rəbbin xeyir duaları hər zaman üzərinizdə bərqərar olsun. Amin, amin, amin.